Ayətullah Vəhid Behbəhani təqribən bir 250 il, 200 ildən artıq bundan əvvəl yaşayır. Böyük bir alim idi, müctəhid idi. Bir cavan adam, təqribən 30-35 yaşında bir cavan oğlan gəlir Ayətullah Vəhid Behbəhaninin yanına, əlində bir kisə gətirir. Şagirdi qabağın kəsir, deyirsən, hara gedirsən? Deyir, mən ağa ilə görüşmək istəyirəm. Deyir, işim var, nə sözüm var? Deyir, məndə bu qızıl cəvahirat kisəsidir, gətirmişəm, ağanın ixtiyarında qoyam. Müctəhid dərsini qutarır, bu görüşür və o kisəni təqdim edir ağaya, deyir ki, bunu götürün və istədiyiniz yolda xərcləyin, sərf eləyin. Ayətullah Vəhid açır o kisəni, görür ki, çox qiymətli daşlar, qiymətli qızıllardır. Deyir, bu sənin üçün hardandır? Deyir, əgər icazə verirsinizsə, istəyirsinizsə danışın mən. Bu necə olur, bunun hadisəsi var bu kisənin. Deyir, buyur danış. Deyir, mən cavan adam idim, çox cavan idim, Azərbaycanlıyam, İran Azərbaycanlıyam. Özüm də tacir idim. Ora-bura səfər eləyib ticarətlə məşğul olurdum. Bir gün də ticarət səfərlərinin birində yolum Rusiyaya düşdü və getdim Rusiyada bir müddət qaldım. Orada ticarətim genişləndi, bir dükan açdım, orada qaldım. Və bir gün mən dükanımda oturub ticarətlə məşğul olanda bir nəfər xanım mənim dükanımın qabağından keçəndə gözüm o xanıma sataşdı və onun eşqi, məhəbbəti mənim ürəyimə düşdü. Mən subay bir adamam, imkanım da var, evlənmək haqqında düşünürdüm. Dedim, elə yaxşı olar ki, bu xanımla izdivac eləyim, ailə qurum. Baxdım, gördüm, hara gedir, gördüm, elə qonşuluqda yaşayır. Yaxında olan adamlardan soraqlaşdım, biri onu tanıdı, ailələrini tanıdı. Dedim, icazə, xahiş eləyərdim səndən ki, mənim əvəzimdən gedib onu mənim üçün istəyəsən, elçilik eləyəsən. Deyir, qəbul elədi, getdi, gəldi, dedi ki, onlar razıdırlar qız verməyə, amma şərtləri budur ki, biz qeyri-xristiyana qız verə bilmərik. Biz özümüz Məsihi, xristiyanıq və qeyri-xristiyana qız verməliyik. Mən deyib, bir müddət keçdi, yenə də bu fikir mənim beynimdən çıxmadı. Bir nəfər də vasitə tapdım, onu da göndərdim, o da həmin sözü dedi. Axırda bir neçə nəfər tanışlardan topladım, getdim, özüm onların evinə, dedim, mən evlənmək istəyirəm. Dedilər, bizim problemimiz yoxdur. Xanım özü də razıdırsa. Amma bizim bir şərtimiz var ki, gərək müsəlmançılıqdan çıxasan, bizim dini qəbul eləyəsən, ondan sonra qızı sənə verə bilərik. Deyim, mən fikrə getdim, fikirləşdim, birdən Peyğəmbər, əleyhissalam, xanım Zəhra, İmam Həsən, İmam Hüseyin gəldi, dayandı gözümün qabağında. Düşündüm, fikirləşdim, tərəddüd elədim, axırı qərar verdim. Dedim ki, razıyam. Razıyam, dinimi dəyişəm, təki o xanım mənə qismət olsun. Deyir, dinimi dəyişdim, ondan sonra dedilər, gelin kilsəyə, nikah mərasimi bilirsiniz, orada keçirilir, oxunsun və xanımı apar evə. Getdilər kilsəyə, izdivac mərasimi oldu, baş tutdu, ondan sonra deyir, biz qayıtdıq, gəldik. Ağa İsfahani, Vəhidə danışır bu sözü. Deyir, mən dedim ürəyimdəki bütün arzularıma çatdım. Geniş evim, istədiyim xanımla evlənmişəm, dedim, ən xoşbəxt adamam. Bir müddət deyib, belə yaşayandan sonra mən o eşqin ateşi yavaş-yavaş sönməyə başladı. Öz təbii adi halıma qayıtdım. Ondan sonra deyir, bir gün oturmuşam yemək süfrəsinin kənarında, xanım da oturub, baxdım, dedim, dəyərdi buna görə Peyğəmbəri satan, Əlini satan, İmam Hüseyni satan. Dəyərdi ki, mən əqidəmi dəyişəm, bu xanımı əldə eləmək üçün. Deyir, yavaş-yavaş mənə peşmançılıq gəldi. Narahat oldum o günü, səhər getdim işə, oturdum işdə günortaya qədər rahatlıq tapa bilmədim. Günorta keçdi, günortadan sonra qayıtdım, gəldim evə. Gecəni yata bilmədim,
ağladım, narahat oldum. Xanım məndən soruşur, nə olub? Deyirəm, heç. Axırda təkid elədi ki, sən mənim həyat yoldaşımsan, gərək biləm nədir problemim. Deyir, heç. Mənim bir imamım var, İmam Hüseyin. O neçə gündür məni rahat qoymur. Vicdanımın səsi ilə mənlə danışır. Vicdanımın dili ilə mənlə danışır. Hey mənə deyir ki, ay bivəfa, sən niyə görə bizi dünyaya satdın? Mənə əziyyət verir. Deyir, soruşdu ki, kimdir o İmam Hüseyin? Mən deyir, danışdım. Biraz İslamdan danışdım, biraz İmam Hüseyin'dən danışdım, biraz Kərbəla hadisəsindən danışdım. Mən danışıram, ağlayıram, birdən gözüm xanıma sataşdı, gördüm. O da təsirlənib başladı ağlamağa. Ağlaya-ağlaya dedi ki, öyrət dinimi mən də qəbul edeyim. İslamı qəbul edeyim. Deyim, mən başa saldım, şəhadəti öyrətdim, kəlmə-i şəhadət dedi, müsəlman oldu. Dedi, amma ata-anama demə ki, mən qorxuram. Deyim, bu müsəlman oldu, mən xanıma dedim ki, indi ki ikimiz də müsəlman ol, mən də dinimə qayıtmışam, sən də müsəlmansan. Əsl qanuni evlilikdir bizim evliliyimiz. İndi o ağa ki onun vasitəsi ilə hidayət olmuşsan, istəyirsənsə aparım səni onun ziyarətinə Kərbəla. Deyir, dedi ki, çox yaxşı olar. Mənim ürəyim istəyər gedəm onu ziyarət eləyəm. Razılaşdıq. Deyir, mən başladım hazırlaşmağa, sənədləri hazırlamağa filan. Bir müddət keçdi bu hazırlıq işləri. Bu müddətdə bu xanım xəstələndi. Xəstələndi, həkimə apardıq filan. Dedilər ki, əlacı yoxdur. Başını deyir, qoyub mənim dizimin üstünə. İndi can verir. Can verən məqamda mənə baxdı, dedi ki, o ağadan mənə danışmışdın, ondan biraz da danış, ağlamaq istəyirəm. Ürəyim istəyir, onun müsibətinə ağlayam. Deyir, son nəfəslərində mən danışdım İmam Hüseynin müsibətlərindən, o ağladı, elə ağlayan halda da dünyasını dəyişdi, ağlayan halda dünyadan köçdü. Ailəsi bilmir bu müsəlmandır, apardılar bunu öz qəbristanlarında dəfn elədilər. Nə qədər ki mən buna qızıl almışdım, nə almışdım, bunu da bir kisənin içində ondan dəfn elədilər orada. Deyim, mən ağlaya-ağlaya İmam Hüseyin ağaya dedim ki, ağa təzə dost tapmışdın özünə. Bu təzə hidayət olmuşdu. Bəs bunu niyə aldınız mənim əlimdən? Dedim ki, gecə nə olur olsun, gedib qəbri asacam, o xanımı oradan çıxardıb, aparıb müsəlman qəbristanında dəfn edəcəm. Gecə deyir, düşdü, mən getdim, qəbrin əvvəl gecəsidir, qazdım qəbri, xanımın qəbrini. Qəbir açılanda gördüm bir pis qiyafəli bir kişinin cənazəsi var o qəbrin içində. Mən deyim, narahat oldum ki, bax, bu təzə dəfn eləmişik, bu xanımın qəbridir. Gəldim, yuxu apardı, yuxuda gördüm, İmam Hüseyin dedi ki, sən narahat olma, biz dostumuzu apardıq öz yanımıza. Mən dedim, necə? İmam Hüseyin ağa dedi ki, mənim Kərbəlada qəbrimin yaxınlığında bir kafiri dəfn eləmişdilər, o yeri muzla almışdı. Mən mələklərə əmr elədim ki, gecə ilə onun cənazəsini gətirsinlər ora, sənin xanımın cənazəsini gətirsinlər, mənim yanımda dəfn eləsinlər. Yerini də mənə göstərdilər. Gəldim deyir Kərbəlaya neçə müddət sonra. Ondan sonra deyir getdim, soruşdum ki, bu qəbir kimindir? O kişinin adını dedilər. Dedim, yox, o kişinin qəbri deyil, mənim xanımımın qəbridir. Dedi ki, dedilər, sən dəlisən, divanəsən filan. Mən çox təkid eləyəndə deyir, qəbri açdım, gördüm ki, mənim xanımım İmam Hüseyin əleyhissalamın zərihinin qəbrinin yaxınlığında dəfn olunub və açdım o qızılları da götürdüm oradan. İndi gətirmişəm sizə təqdim eləyəm. Bu cavan danışır, deyir, mən birdən baxdım Ayətullah Vəhidə, gördüm əmmaməsini çıxardıb, ağlaya-ağlaya deyir ki, məni də apar xanımı ziyarət eləyim, gedim onun ziyarətinə. Məqsədim nədir? Məqsədim budur ki, bir dəfə insan xalis gözyaşı tökərsə İmam Hüseyin əleyhissalama, bir dəfə insan İmam Hüseyin ağaya ağlayarsa, o göz yaşı
bəzən belə başa düşürlər ki, deyirlər nə istəyirsən elə, nə günah eləyirsən elə, get ağla, Allah bağışlayar və sonra get günahına davam elə. Yox, bu səhv yozumdur. İnsan İmam Hüseyn ağaya düz əzadar olsa, düz əza saxlasa, o zaman bu göz yaşı o ilə günah arasında mane olar. Onu islah eləyər və o məqamlara çatdırar. O insan ki, cəmi bir neçə dəfə İmam Hüseynə əzadar olmuşdu, onu öz yanına apardısa, heç şübhəsiz hər il Məhərrəmdə İmam Hüseyn ağaya əza saxlayanların ölən vaxtında da, qəbrinin əvvəl gecəsində də İmam Hüseyn əleyhissalam başının üstünə gələr və onlara şəfaət eləyər inşallah.